Hadi elə özü cahil kimi göstərmə. Zaten bilirlər cahilsən. Zehirman. Əziz izləyicilər, yeni kanalımıza ikinci yerə deyək də. Hoş gəlmisiniz. Bu günlərim bilmirsiniz, xəbəriniz yoxdur. Mən sizə deyim, yeni bir kanal açmışıq buradan, Su kanalı. Salam əziz tamaşaçılar, yeni kanalımıza xoş gəlmisiniz. Bu kanalımız haqqında mən bir məlumat verim. Bu kanalda biz Cavidanı bilmirəm, tanıyırsınız yoxsa tanımırsınız. Məşhur, dünyaca məşhur, yəni tanınan burun estetika. Bu kanalda biz həm əyləncəli videolar, əyləncəli belə deyim, mövzulara toxunacağıq, həm də ki bəzi elmi mövzulara toxunacağıq. Bu gün də elə o elmi mövzulardan biri haqqında danışacağıq. Yəni dünyanın son zamanlarda yayılan, daha doğrusu son zamanlarda yayılmayıb, uzun müddətdir bu vaxtda danışırlar. Dünyanın düz və yaxud kürə olması barəsində. Mən istəyirəm, hara baxıb danışırsan? Mən badımdan dünyanın düz və yaxud kürə olması barəsində. Bu günlərim əslində mən də dünyanın dünyanın düz olmasına inanan birisiyəm. Ancaq bu gün mən sırf kürə dünyaçıların dili ilə danışacağam və onların verdiyi, onların beynində qalan bəzi sualları Cavidana yönləndirəcəm. O da cavab verməyə çalışacaq. Bacardığım qədər çalışacağam ki, onu sındırım deməyim də, yəni necə ki kürə dünyaçılar deyirlər, ya yox ola bilməz, bu ola bilməz falan. Amma loru dillə deyək də, belə deyim. Yəni tam da elmi yanaşmayacağam məsələyə, elmi suallar verməyəcəm. Deməli ilk sualım budur. Qətiyyən elmi sual vermək istəmirəm, sırf loru dilində başa salacağam. Loru dilində başa sal. Bəli. Kuantum fizikasına görə Mikrokarbonatın kitabı arasında və bölüm səmrək məsələsində məndəmizdə bəsəyə onun nəzəsində nəfəsimizi toplayır. Vay canına. Ne diyor bu? İlk sualım budur. Əgər dünya düzdürsə, yəni kürə deyilsə, dünya düzdürsə, gecə gündüz necə olur? Yenə deyirəm, amma mən absurd deməyim də, uşaqlıqdan bəri kürə dünyasının beyninə formalaşdıran sualları verəcəm sənə. Yəni tipik suallardır, ancaq bir çox insan üçün bu açığı maraqlıdır. Niyə görə bu gündüz və yaxud gecə necə olur ümumiyyətlə? Kürə dünyada deyirlər ki, günəş fırlanır, bu tərəfə düşəndə o necə olur düz dünyada? Düz dünya nədir? Kimdir ki, dünya düzdür? Ağzıma soxacam mikrofonu. Hesablamalar eləyək. Deməli, düz dünyada gecə niyə olur? Əslində bu sualın cavabını heç bir kanalda, heç bir yerdə görməmişəm. Amma bir dənə ipucu tapmışdım. O da Vladimir Surdin, Moskva Universitetinin dosenti səhv eləmirəmsə. Deməli, o deyir ki, atmosfer çirklidir, bildiyiniz qədər təmiz deyil. Yəni, hər 100 kilometrə 10 metrlik su qata düşür. Hər 100 kilometrə 10 metrlik su qatı. Hər 100 kilometrə 10 metrlik su qatı düşür. Və nəzərə alsaq ki, okeanın dibləri dərinliyə getdikcə günəş şüası itir, qaranlıq olur. Və bu qaranlıq neçə metrdən başlayır? Təxmini 800, 500, 1 kilometr buradan başlayır. Kilometr bir dənə çarpaz riyazi hesablama eləyəcəyik. Deməli, hər 100 kilometrə 10 metrlik su qatı düşür. Okeanlarda da təxmini 1 kilometrdə qaranlıq olur. Deməli, 1 kilometrlik su qatı bizə bəs edir ki, günəşi itirək. Yəni, 100 kilometr 10 metr düşürsə, təxmini 10.000 kilometr hava bəs edir ki, günəşi itirsin. 10-12.000 kilometrdə günəş itir. Həqiqətən də düz dünya... Bu şeylə bağlı bir şeydir. Deyirlər, məsəl üçün, kürə dünyada üfüq xətti var da, günəş yavaş-yavaş batır, deyirlər ki, gördünüz, dünya yumrudur. Onu bəs yaxşı düz dünyada necə açıqlayırsan? O onunla bağlıdır bayaq dediyin, yoxsa? Onunla bağlı deyil. Yaxşı, onu necə açıqlaya bilərsən? Onunla bağlı deyilən bağlıdır, amma biri perspektivə görədir, biri də sırf yəni o su qatına görə. Çünki batanda böyür axı günəş. Uzaqlaşdıqca çıxanda da böyük çıxır, sonra kiçilə yaxınlaşdıqca. Atmosfer, o zaten kürə dünyada da eyni şey deyirlər də. Atmosfer uzaqlaşdıqca su qatı, atmosfer böyüyür, günəş həm böyük görsənir falan filan. Aydındır. Aydındır. İndi keçirik ikinci suala. Bu da şart. Düz dünya haqqında çox Arkadaş, önəmli. mən düz dünya... Görsən yalan deməsən. Niyə? Deyirsən düşmədi. Mən niyə düz dünya haqqında sual verirsən?
Düz dünya haqqında sən ümumiyyətlə bu şeylər haqqında çox maraqlanırsan. Bu Yalan. şeylərdən biliyin var, yox da, həqiqətən. Ona görə də bu sualı sənə verməliyəm. İllərdir bununla maraqlanırsan. Pomidor çırpması necə bişir? Komik mi lan bu? He? Şu anda kendini çok mu komik zannediyorsun lan? İkinci sual. Rek, mən səhv et qəbirdə. Rek deyən ki, getsin. Sən maaşı azaldacam, xoşuma gəlmirsən öyle. Mikrofonu da elə yer soxmusan ki, hərəkət eləyəmirəm. Sənə bir başqa bir sual verim. Bu da kürə dünyasıların verdiyi ən çox sualdır və maraqlandıran bir sualdır. Yaxşı, deyilənə görə, yəni düz dünyasına deyilənə görə boşqab kimidir dünya. Yəni onun kənarlarında bəs yaxşı kürədə bilirik ki, obşu kürədir də, yəni dünyadır bu. Amma düz dünyada bəs yaxşı bunun sonu haradır, yaxşı? Hara gedib çıxır? Əgər kürə şeydirsə, boşqab kimidirsə, o tərəflərdən yəni necə olub ki, indiyə qədər görməyiblər ki, hə, bunun bu tərəfi boşdur və yaxud nəsə var. O haqqda mənə bir məlumat verməm, maraqlıdır. Düz dünyada kənarlar buzlaqlarda Antarktidanı çevrəldi. Ondan o tərəfə başqa qitələrin olduğu düşünülür. Bunu da ilk dəfə Richard Byrd öz kəşfləri vaxtı deməli tapıb deyib, amma inanmayıblar. Nəsə bildiyim qədərilə onu da dəlixanaya salıblar, sonra da öldürüblər. Yəni düz dünyanın axırı qırağından hop gəlib düşmürsən də, yəni uzana gedir. Harada bilinmir. Bəs yaxşı digər bir suala keçək. Fəsillər. Hə, fəsillər. Bu necə? Məsələn, kürə dünyada uşaqlıqdan bəri bizə izah ediblər ki, bu belə olur, o elə olur, günəş gəldi, buradan keçdi, o tərəfə uzaqlaşdı, bu tərəfə yaxınlaşdı, qış, yay falan filan. Bunları bilirik. Yaxşı, bəs düz dünyada bu necə olur? Düz dünyada tam tərsinə günəş kiçikdir və yer üzünə yaxındır. Kürə dünyada günəş böyükdür, uzaqdır. Kiçik və yaxın olduğuna görə üzərində dövr eləyəndə Şəklini qoyacam bu arada. hansı xəttlərə ki yaxındır, oradan gedəndə orada daha isti olur. Yay olur yəni. Eyni 23 dərəcə şimal, 23 dərəcə cənub arasında fırlanır. Yəni fırlanan günəşdir də, yer yox. Deməli, yer kürəsində biz bilirik ki, cazibə qüvvəsi deyilən bir şey var. Yoxdur. Məsəl üçün mənim cazibəm kimi. Tell me, what can I do? I just wanna. Yer kürəsində cazibə deyilən bir şey var. Bəs yaxşı, düz dünyada o sistem necə işləyir? Cazibə varmı? Varsa necə var? Yoxdursa niyə yoxdur? Buyur. Bir də düz deyirsən, elə bir də varsa maksimum sənə cazibə var, yerin cazibəsi falan yoxdur. Heç nə izləyi çəkib eləmir. Bəs necə biz üstündə qalırıq onun? Düz dünyada Məsəl üçün, mən tutalım. sıxlıq var. Atdım, düşdü yerə. Bu necə olur? Necə olur? Necə olur bu? Gedəyim də necə olur? Bir daha at onu. Tutmadı bu düşdü yerə. Ada düşür da, dəyir Niyə yerə. düşür yerə? Cazibə var da bəs. Ha, yerə hara düşür? Kafelə düşmür. Hara düşür? Kafelə düşür də yerə düşür. Ada yerə düşür. Və niyə keçmir onu? Niyə keçmir kafelə? Keçsin də kafelə deşib keçsin də. Ha, niyə keçmir? Niyə keçmirsən? Niyə keçmir? Bu sualı rəylərdə yazın. Niyə keçmir sizcə? Çox çətin sualdır. Niyə keçmir sizcə? Əgər cazibə varsa, Cavidan bəyin müəllimin dediyinə görə deşib keçməli yerin altına. Amma keçmir. Deməli, bunu bildik. Cazibəni dedin. Daha doğrusu demədin, onu izləyicilərə buraxıram, rəyə yazın. Yazın ki, necə olur ki, o deşib keçmir yeri. Oha, maraqlıdır. Çünki kafel var. Sarı yaxşı. Onu özləri cavab versin. Onu özləri deyir, mən belə deyim. Hə, yaxşı sən de. Düz dünya üzərində cazibə qüvvəsinə niyə ehtiyacı yoxdur? Çünki sıxlıq fərqi var. Yəni sən üzüyü atırsan, üzük qalxdı, düşdü. Niyə düşdü? Çünki havadadır. Havadan ağırdır deyə düşdü. Məsələn, helium şarı buraxırsan aşağı düşmür, yuxarı qalxır. Niyə? Çünki heliumun sıxlığı havadan azdır. Pırt edir, qaldırır göyə. Bu amma salır yerə. Sıxlıq fərqi var, vəssalam. Mandalin. Atırsan, suda batmır. Qabığını soyursan, Elə bildim mən mandalin deyə dedim, mən niyə mandalin deyirəm. məsələn, xiyar. Qabığını soyursan, batır. Allah razı olsun. Soymursan, batmır. Mandalin. Sərfət elə mandalin. Hal-hazırda bir elmi sual verəcəm. İllər öncə
bəlkə də eradan əvvəl falan filan. Eratosfen adlı bir şəxs dünyanın ekvator xəttini tapıb, ölçüb. O yaxşı, o necə eləyib onu? Yəni o necə bu düz dünyaya əsaslandıra bilərsən? Ümumiyyətlə onun açıqlamasını istəyirəm. Deməli o Təşəkkürlər. vaxtı Eratosfen iki şəhər arasında eyni vaxtda, eyni gündə, eyni saniyə, eyni saatda belə deyək, iki dənə çubuğun birində bucağınlı düşdüyünü, birində də bucağın olmadığını görür. Deyir ki, bu nəyə görə olur? Yəqin ki, yeri biraz əyridir. Bu tərəfdə günəş zenitdə olanda kölgəsi olmur çubuğun, burada olur. Hə, bunun nəzərindən belə bir praktika var. O da İskəndərin Aslan arasında olur, 800 kilometr olur. 800 kilometr məsafədə, obşum, dərəcə də gəlib çıxır 7.2 dərəcə kölgə. Aha. Burada da 800-ü səhv eləmirəmsə 7.2 dərəcəyə bölür. Orada 111 tapır. Onu da vurur 360-a, səhv eləmirəmsə. Orada 40.000 kilometr belə deyək, məsafə tapır. 40.000 kilometr. 39.000 nə qədərsə. O da ki, deyir ki, yerin ekvatoru belədir. Bunu deyir. İndi burada məsələ odur ki, Eratosfen günəşi çox böyük, uzaqda, dünyada kürə olaraq nəzərə alıb bu nəticəni alır. Amma o bilmir də axı günəş çox uzaqdadır və yaxud da böyükdür. Bəlkə günəş kiçikdir və yerə yaxındır. Yəni günəş kiçik və yerə yaxın olsa, dünya düz olsa, yenə də eyni nəticəni ala bilirsən də, yəni dünyanı kürə eləmə, düz elə, prosta günəşi yaxınlaşdır. Yaxın olduğuna görə bucaq bir yerə zəngdə düşəndə birinə düşə bilmir. Gəlib eyni şeyə çıxır və həmin praktikada da 7.2 dərəcədən də tapılır ki, günəşin hündürlüyü 6300 kilometrdir. 6300 kilometr. Bu danışdıqların çox dəyərli və çox gözəl məlumatlardır. Heç kimə də lazım. Heç kimə də lazımdır. Heç kim də anlamayacaq böyük. Ümid edirəm ki, bugünkü verilişimiz deyək, bugünkü videomuz deyək, maraqlı olmuşdur. Ümid edirəm ki, sizin marağınızı cəlb edib, əylənmisiniz az da olsa. Növbəti videolarda inşallah daha da kreativ, daha da maraqlı məlumatlara dəyəcəyik. Hə, belə növbəti bizim videolarımızda görüşənə qədər sözüm Növbəti var. paylaşımlarımızda görüşənə qədər. Məsələn başqa sözüm var. Var. İzləyicilərimizə nə deyirsən? Suallar yazsınlar. Ha? Suallar yazsınlar. O, sual Şərtdə mütləq, bildirin. mütləq. Sizcə dünya düzdür yoxsa düzdür? Sizcə dünya düzdür? Düzdürsə niyə düzdür? Sizcə dünya kürədirmi? Kürədirsə niyə kürədir? Bu haqqda mütləq şəkildə şərh yazın. Like qoymağı qətiyyən unutmursunuz. Çünki pulsuzdur. Basırsınız ki, like olur. Bir də abunə olun da, yəni. Çox danışıyorum. Abunə olun, abunə.